Herkese salam, kanalıma xoş gəlmisiniz. Sevilən müğənni Rəqsanə İsmailova ötən gün konsert proqramı ilə sevənləri ilə görüşüb. Rəqsanə İsmailova konsertdə maraqlı açıqlamaları ilə diqqət çəkib. Müğənni Rəqsanə İsmailova həyat yoldaşı ilə bağlı Fazillə hər şey bitib sözlərini deyib. Axşamaz xəbər verir ki, sənətçi qonaqcıl verilişində məsələyə aydınlıq gətirib. Demək istədim ki, sevgini Fazillə bitirdim. Ayrılmamışıq. Dünəndən də o əsəbləşib ki, sən demədin, indi uşaqlarımla birlikdədir. Ayrılmağı gizlətmək olmaz, ortaya çıxır deyə ifaçı dediklərini təkzib edib. Qeyd edək ki, Rəqsanə ötən gün konsertdə Fazillə hər şey bitib sözlərini deyib. Onun bu nikahdan 2 övladı var. Onun bu sözündən sonra hər kəs onların boşandığını deyib. Amma Rəqsanə xanım boşanma xəbərlərinin yalan olduğunu bir daha təsdiqləyib.